Bismillah, elhamdülillah, ve salatu ve selamu ala Resulullah ve ba'd. Muhterem izleyici, Allah Teala seni korusun, sana rahmet etsin, senin günahlarını bağışlasın, bütün Müslümanlara bağışlasın. Valideynlerimizi, bütün Müslümanlara Allah Teala bağışlasın. Çok mühim bir mevzu var ki biz niye yaratılmışız? Allah Teala niye yaradı insanları ve niye göre onlara peygamberler, elçiler gönderip? Bu barədə dövrümüzün böyük alimlərindən Şeyx Abdülaziz İbn Baz, Allah ona rəhmət eləsin, danışıb və deyir ki, Allah Teala bizi yaradıb ki, ona ibadət olunsun deyə. Tövhid üçün yaradıb. Nə ki biz insanları, hətta cinləri belə, hətta cinləri Allah Teala yaradıb ki, yalnız ona ibadət etsinlər. Şəriki olmayan, tayı bərabəri olmayan Allah Teala'ya ibadət etsinlər. Onun əmrlərini və qadağalarını əzəmətləşdirsinlər. Onun gözəl ad və sifətlərini bilsinlər. Necə ki Allah Teala buyurur: "Və mə xalaqtul cinnə vel insə illə liya'budun." Mən insanları və cinləri yalnız mənə ibadət etmək üçün yarattım. Başqa ayədə Allah Teala buyurur ki, deyir ki: "Ya eyyuhən-nas u'budu rabbakum." Ey insanlar, Rəbbinizə ibadət edin. "Ellezî xalaqakum vellezîne min qablikum leallekum tettaqun." O Allah ki, o Rəbbiniz ki, sizi yaradıb və sizdən əvvəlkiləri də yaradıb, bəlkə təqva sahibi olasınız, bəlkə qorxasınız. Allaha ibadət edin, Rəbbinizə ibadət edin. Bəli, Allah Teala bu ayələrdə bəyan etdi ki, məxluqatı, insanlara, cinləri yaradıb ki, ona ibadət eləsinlər, onu əzəmətləşdirsinlər, təzim etsinlər, ucaltsınlar. Onun əmr və qadağalarına əməl olunsun, itaət olunsun. Çünki ibadət Allah Teala'nı təkləşdirməyə deyilir. Və necə təkləşdirmək? İtaət etməkdə. Yalnız Allah'a itaət etmək. İbadətdə yalnız ona etmək, ibadəti. Və həmçinin onun əmrlərini yerinə yetirməklə, əmrlərini ucaltmaqla, təzim etməklə və qadağanlarından çəkinməklə onu itaət etmək və bu da ibadət sayılır. Bu cür itaət də ibadət sayılır. Ki Allah Teala'nın əmrlərini yerinə yetirir, qadağanlarından çəkilir. Həmçinin Allah Teala Quranda bəyan edir ki, göyləri və yeri yaradır və onların arasında olanları yaradıb ki, bilinsin ki, o hər şeyə qadirdir və o hər şeyi bilir. Beləliklə, bizim boynumuza düşən vacib odur ki, Allah Teala bizi yaradıb ki, ona ibadət edək. Onu ibadətə təkləşdirək. Yalnız ona dua edək. Yalnız ona ibadət edək. Onu əzəmətləşdirək. Allahı ucaldaq, müqəddəsləşdirək və onun qabağında zəlil olaq, əmirlərinə tabi olmaqla, qadağanlarını tərk etməklə, ona çəkinməklə. Yəni, onun əzəmətini, Allah Teala əzəmətini bilək. Və təbii ki, bilmək bəs eləmir, bunu əməl də etmək lazımdır, əməldə ilə bunları göstərmək lazımdır. İbadət o deməkdir ki, Allah Teala'nın qabağında zəlil olmaq, onu əzəmətləşdirmək və özünün zəlilliyini göstərmək. Və Allah Teala'nın insanlara qoyduğu vəzifələr ki var, mükəlləf insanlara qoyduğu vəzifələr, əmrlər və qadağalar, bunlar ibadət adlanır. Çünki bunlar Allah Teala'nın qarşısında zəlil olmağa gətirib çıxarır. Ki qul göstərir ki, o zəlildir, Allah'a möhtacdır, Allah Teala isə əzəmətli və böyük Rəbdir. Yaxşı, bu tərəfi bilindi. Allah bizi niyə yaradıb? Boynumuzdakı borc nədir? Lakin insanlar öz ağılları ilə bunları bilə bilməz idilər ki, Allah Teala bizə nəyi əmr edib, nəyi qadağan edib və bizdən nə tələb eləyir. Bütün bunları öz ağılları ilə bilməyəcəklər deyə Allah Teala onlara elçilər göndərib. İnsanlardan, özlərindən olan elçiləri seçir, insanların özlərindən seçir və elçilər göndərir. Və həmçinin insanlara kitablar nazil edir. Nəyə görə? Orada bəyan edir ki, həm elçilərin dili ilə, həm də indirdiyi kitablarla bəyan edir ki, nəyə görə onları yaradıb,
Nəyə görə onları xəlq edib? Ki, onlara izah olunsun və onlara ətraflı başa salınsın. Nəyi əmr edir, nəyi qadağan edir? Ta ki, insanlar artıq o dərəcə çatsınlar ki, Allaha bəsirət, elm üzərində ibadət etsinlər. Kör-körənə yox. Və həmçinin insanlar Allah Taala'nın qadağan etdiyi əməlləri elm və bəsirət üzərində tərk eləsinlər. Və buna görə də Allah Taala'nın göndərdiyi elçilər, rəsullar, peyğəmbərlər, onlar insanlara hidayəti göstərənlərdir, başa salanlardır. Onlar həm insanları və cinləri Allaha itayətə dəvət edənlərdir, Allaha ibadətə dəvət edənlərdir. Allah Taala həmin o peyğəmbərlərlə, elçilərlə insanlara ikram edibdir, yaxşılıq edibdir, nemət veribdir. Həmin elçilər və peyğəmbərlər insanlara doğru yolu başa salıblar. Haqq yolu izah edib göstəriblər ki, insanlar bilik üzərində olsunlar, bilsinlər. Və deməsinlər ki, biz bilmirik Allah Taala bizdən nə istəyir. Bizə heç kəs gəlib nə xəbər vermədi, nə demədi, etsəz hansı mükafat var, etməsəz hansı cəza var. Və Allah Taala həmin o insanların üzr gətirə biləcəyi məsələni aradan qaldırdı. Kəsdi bu qapını, bağladı bu qapını və göndərdi kitablar, peyğəmbərlər, kitablar endirdi, elçilər göndərdi, aleyhimussalatu vesselam. Və beləliklə də insanlara hüccəti qaldırdı. Rəsullar, elçilər göndərməklə və kitablar nazil etməklə insanlara hüccət qalxdı. Necə ki Allah Taala Quran-ı Kərimdə Cəllə və Alə belə deyir: "Və laqad ba'athna fi kulli ummah rasulan an i'budullah və ictanibut-tağut." Biz hər bir ümmətə elçi, rəsul göndərdik və o da deyirdi ki, Allaha ibadət edin və tağutdan çəkinin. Başqa ayədə Allah Taala deyir ki, Subhanahu: "Və ma arsalna min qablika min rasulin illa nuhi ileyh ennehu la ilahe illa ana fa'budun." Səndən əvvəl elə bir elçi göndərmədik ki, ona belə deməyək, belə vəhiy etməyək. Məndən başqa ilah yoxdur, elə isə yalnız mənə ibadət edin. Məndən başqa ibadətə layiq bir ilah yoxdur, elə isə yalnız mənə ibadət edin. Və bu mənada digər ayələr də var. Beləliklə Allah Taala bizə bəyan etdi, izah etdi ki, elçilər göndərməklə, rəsullar göndərməklə və kitablar nazil etməklə həmin o elçilər insanlar arasında olan məsələlərə haqq və ədalətlə hökm verirdilər. İnsanlar arasında nəsə bir məsələ ixtilaf olursa, onlar hökm verirdilər. Həmin o elçilər, rəsullar özdə ədalətli hökm. Və onlara ixtilaf etdikləri məsələləri izah edirdilər. Əqidə məsələləri, şəriət məsələlərində nəsə bir şey aydın olmayıbsa, ixtilaf ediblərsə, həmin o rəsullar, elçilər izah edirdilər. Və başa salırdılar ki, ən əsas tövhiddir, Allah Taala'nın ibadəti təkləşdirmək və onun şəriətidir. İzah edirlər ki, şəriət nədir, əmrlər nədir, qadağalar nədir, Allah Taala'nın ibadətlər hansılardır. Allah Teala Quran-ı Kərimdə buyurur: "Kânən nâsu ummeten vâhidə." İnsanlar bir ümmət idilər. "Feba'asallahu n-nebiyyîne mubeşşirîne və munzirin." Allah Teala onlara nəbilər, peyğəmbərlər göndərdi. Müjdə verən, xoş xəbər verən və çəkindirən. "Və enzələ ma'humul kitâbe bil haqq liyahkuma beynən-nas fîmə ixtələfu fîh." Və onlarla da həmin o elçilərlə bərabər, rəsullarla bərabər də kitab endirib Allah Taala. Haqq ilə kitab endirib ki, insanlar arasında hökm versin. İxtilaf etdiyi məsələlərdə. İnsanlar hansı məsələdə ixtilaf edirlərsə, hökm versin. Şeyx Abdüləziz, Allah onu rəhm eləsin, bu ayənin izahında deyir ki, Allah Taala deyir: "Kânən nasu ummeten vahidə." İnsanlar bir ümmət idilər. Bu o deməkdir ki, aləl haqq, yəni haqq üzərində bir ümmət idilər.
Lem yehtelifu min ahdi Adem aleyhissalatu vesselam ila Nuh. Ta Adem peygamberden Nuh peygambere kimi ihtilaf etmeyiblər. Sözləri bir olub, haqq üzərində bir ümmət olublar. Adem'lə Nuh'a kimi. Aleyhimə as-salatu vesselam. Kânən nâsu alâ hudâ, alel hudâ. İnsanlar hidayət yolundaydılar. Kema qâle İbn Abbas radiyallahu anhuma ve cema'a mine's-selef ve el-halef. Bu sözü deyən İbn Abbas radiyallahu anhuma olub, sahabə və bir çox sələflər. Bir qrup sələf alimlər, imamlar bu sözü, bu rəydə olublar. Ki, insanlar Adəm peyğəmbərdən Nuh peyğəmbərə kimi bir ümmət olublar, haqq üzərində, tövhid üzərində, xeyr üzərində. Thumma vaqa'aş-şirk. Sonra şirk başladı, şirk baş verdi. Fi qavmi Nuh. Nuh peyğəmbərin qövmündə şirk baş verdi. Aleyhissalatu vesselam. Fəxtələfu fîmə beynəhum. Onlar öz aralarında ixtilaf etdilər. Vəxtələfu fîmə yecibu aleyhim min haqqillah. Və Allah Taala'nın haqqı nədir? Nə vacibdir Allah Taala haqqında? Bu barədə ixtilaf ediblər. Fələmmə vaqa'aş-şirku vel-ixtilaf ərsalallahu Nuhan aleyhissalatu vesselam. O vaxt ki deyir şirk baş verdi və ixtilaf baş verdi, Allah Taala Nuh peyğəmbəri rəsul kimi göndərdi onlara. Aleyhissalatu vesselam. Və ba'dəhur rusul. Ondan sonra da rəsullar göndərdi. Necə ki Allah Taala Quran-ı Kərimdə Allah Azze və Cəl belə deyir: İnna awhayna ileykə kema awhayna ila Nuh ve'n-nebiyyina min ba'di. Biz sənə vəhy etdik. Necə ki Nuh'a vəhy etmişdik və ondan sonra gələn peyğəmbərlərə də vəhy etmişdik. Sənə də vəhy etdik, Nuh'a da və ondan sonra gələnlərə də. Beləliklə Allah Teala kitab endirir, Rəsul göndərir və həmin kitabda doğru yol göstərilir, Allah Teala'nın əmri göstərilir, onun hədləri göstərilir, həmin hüdudlar aşılmasın və insanlara zərərli olan işlərdən, əməllərdən çəkindirilir. Həmin işlər onlara haram edilir. Çünki haram olan işlər insanlara zərərli olan işlərdir. Və həmin o elçi göndərməyi artıq sonuncu elçi və Rəsul Muhammed Peyğəmbərlə dayandırır. Sallallahu aleyhi və səlləm. Sonuncu Peyğəmbər, sonuncu elçi, sonuncu Rəsul Muhammed Peyğəmbərdir. Sallallahu aleyhi və səlləm. Deməli, sonuncu Peyğəmbərin sallallahu aleyhi ve sellem boynuna düşən nə idisə onu etdi, risaləti çatdırdı, əmanəti yerinə yetirdi, əmanəti çatdırdı, ümmətə nəsiyyət etdi, müsəlmanlara, Allah yolunda cihad etdi, haqqı ilə cihad etdi, Allaha dəvət etdi, həm gizlində, həm də aşkarda və bu yolda, Allah yolunda çox şiddətli bir əziyyətə məruz qaldı, çətinliklərə məruz qaldı. وَلَكِنَّهُ صَبَرَ. Lakin o səbr etdi. Sabara ala zalika kema sabara min qablihi minər rusul aleyhimussalatu vesselam. O səbr etdi, necə ki ondan qabaqki rəsullar, peyğəmbərlər səbr etmişdilər. Allahın onlara salamı və salavatı olsun. Sabara kema sabaru. Onlar necə səbr etmişdilərsə, o da səbr etdi. Və bəllağa kema bəllağu. Onlar necə dini çatdırmışlar, təbliğ etmişlərsə, o da təbliğ etdi. وَلَكِنَّهُ اُوذِيَ اَكْثَرُ. Lakin o daha çox əziyyət gördü. وَصَبَرَ اَكْثَرُ. Daha çox səbr etdi. وَقَامَ بِاَعْبَاءِ الرِّسَالَ اَكْمَ الْقِيَامِ aleyhissalatu vesselam. مكث 23 سنة يبلغ رسالات الله ويدعو إليه وينشر أحكامه. Deməli, Allah elçisi Muhammed Peyğəmbər sallallahu aleyhi ve sellem səbr edib, çatdırıb və daha çox əziyyət görüb, daha çox səbr edib 23 il risalət dövründə 23 il Allah Taala'ya dəvət edib. Minhə 13 fi Ummul Qura.
Mekke el-Mukarreme evvelen bis-sir thumme bil-cehr. Sada'a bil-hak ve uzi ve sabr ala-da've. 23 ilin 13 ilini Ummul Qura'da olub, Məkkədə olub. Birinci gizli şəkildə sirlə dəvət aparıb, sonra aşkar şəkildə dəvət aparıb, haqqı deyib və bu yolda əziyyət görüb və dəvət yolunda səbr edib, insanların əziyyətinə səbr edib. İnsanlar ona əziyyət verirdilər, lakin qəribədir ki, onlar bilirdilər ki, o sadiq insandır və əmanəti qoruyan insandır, əmin bir insandır və onun fəzilətini, xeyrini, nəslini, əcabətini və yerini, məkanını bilirdilər ki, o necə insandır. Lakin onun dövründə yaşadığı həmin o Məkkədəki böyük şəxslər, vəzifədə olan, yəni rəhbərlikdə olan şəxslərin pəsədi, paxıllığı, inatkarlığı və nəfslərinə, havasına uymaları buna səbəb oldu. Yəni, paxıllıq, həsəd, inatkarlıq bu böyük vəzifədə oturanların idi. Amma digər cəmaat, sahabi cəmaatın isə cahilliyi və təqlid etmələri. Onlar nə deyirlərsə, böyüklər onu təqlid edirlər və cahil idilər. Bax, bu iki səbəblə Allah elçisinə sallallahu aleyhi ve selləmə əziyyət verirdilər. Deməli, böyüklər, böyük vəzifədə olanlar, rəhbərlər inatkarlıq göstərdilər, təkəbbürlük göstərdilər və həsəd etdilər, paxıllıq etdilər. Amma sıravi cəmaat isə həmin o böyüklərə təqlid etdilər, onlara tabi oldular və bununla da pis bir iş gördülər və beləliklə də Allah elçisi Muhammed Peyğəmbərə sallallahu aleyhi və səlləmə əziyyət verdilər, onu yalanladılar. Hardan bilirik ki, o vaxtın Məkkə vəzifələri rəhbərlikdə olanlar haqqı bilirdilər. Bunu Allah Taala'nın bu ayəsindən bilirik. Allah Taala belə deyir: "Qad na'lemu innehu la yahzunuke'llezî yequlun fe innehum la yukezzibunek velakinnez-zâlimîne biâyâtillâhi yechadûn." Allah Taala bu ayədə bəyan edir ki, biz bilirik. Onların dedikləri səni kədərləndirir və hüzünləndirir. Onlar səni yalanlamırlar. Yəni bilirlər ki, sən haqsan. Sən yalancı deyilsən. Sən dediyin haqdır. Lakin zalimlar Allah Taala'nın ayətinə qarşı inad göstərirlər. Təkəbbür, küfür edirlər, qəbul etmirlər. Beləliklə də Allah Taala burada göstərdi, bəyan etdi ki, onlar Allahın elçisini sallallahu aleyhi ve selləmi yalanlamırlar. Əksinə, bilirlər ki, o sadiq bir insandır. Bilirlər ki, o necə əminaman bir insandır. Və hətta Peyğəmbər olmamışdan əvvəl aleyhissalatü vesselam cəmaat arasında ona əmin bir insan deyə ad qoymuşdular. Ki, o əmin birisidir, etibarlı birisidir. Lakin onlar inad göstərdilər haqqa qarşı. Həsəd səbəbilə, paxıllıq səbəbilə. Lakin Allah elçisi sallallahu aleyhi ve sellem buna fikir vermədi, dəvətdən sonra durmadı. Əksinə səbr etdi və Allah Taala'dan əcr istədi və öz yolunda davam etdi. Və Allah Taala'ya dəvət etməkdə davam etdi. Cəllə və alə əziyyətlərə səbr edərək, dəvətdə cihad edərək və beləliklə də bütün bunları dözərək, bunlara sinə gələrək. Hətta o dərəcəyə çatdı ki, onlar istədilər ki, öldürsünlər Peyğəmbəri aleyhissalatu vesselam. Və artıq bu dərəcəyə çatanda Allah Taala ona icazə verdi ki, Mədinəyə çıxsın, Mədinəyə hicrət etsin. Və beləliklə də Allah elçisi sallallahu aleyhi ve sellem Mədinəyə hicrət etdi və beləliklə Mədinə İslamın ilk paytaxtı oldu və orada Allahın dini izhar oldu, açıq-aşkar çölə çıxdı, zahir oldu və beləliklə də müsəlmanların dövləti yaranmış oldu və müsəlmanların ayrıca gücü, dövləti ortaya çıxdı. Və beləliklə də Allah elçisi sallallahu aleyhi ve sellem yenə davam elədi dəvətdə. İnsanlara haqqı başa salmaqda davam elədi və cihada başladı.
və elçilər göndərildi insanlara, ətrafdakı insanlara ki, onları xeyrə və hidayətə dəvət etsinlər, çağırsınlar deyə. Və onların Peyğəmbəri Muhammed aleyhissalatu vesselamın dinini izah etsinlər deyə, dəvətini izah etsinlər deyə. Və beləliklə də davam elədi. Qoşunlar göndərildi, dəvətçilər göndərildi, cihad eləyirdi, dəvət eləyirdi, çalışırdı. Və beləliklə də Allah Teala onun əlləri ilə öz dinini izhar etdi. Və Allah Teala onunla öz dinini kamil etdi, tam etdi. Aleyhissalatu vesselam. Və onun ümmətinə öz neymətini tamamladı Allah Teala. Və bundan sonra Peyğəmbər sallallahu aleyhi ve sellem vəfat edir. Allah'ın dinini dəvət edib tam lazımı şəkildə dəvət etdikdən sonra və Allah Teala öz dinini kamil etdikdən sonra vəfat edir. Aleyhissalatu vesselam Mədinə şəhərində. Hələlik bu qədər möhtərəm dinləyici. Allah Teala sənə bərəkət versin və səni qorusun. Allah Teala məni də, səni də, bütün müsəlmanları müvəffəq eləsin ki, sevimli Peyğəmbərimiz Muhammed Peyğəmbər sallallahu aleyhi və səlləmin gətirdiyi haqq din üzərində sabit olaq. Onun yolu ilə gedək və onun əmr etdiklərini yerinə yetirək və onun qadağan etdiklərindən isə çəkinək. Allah Teala bizi sünnə üzərində sabit eləsin, günahlarımızı bağışlasın, dində savadlı eləsin. Ölkəmizi, müsəlman ölkəsini və bütün müsəlman ölkələrini Allah Teala qorusun. Ölkə başçımızı qorusun və bütün müsəlman ölkə başçılarını qorusun. Onları özünün razı qaldığı xeyirli işlərə müvəffəq eləsin. Allah Teala xəstə müsəlmanlara şəfa versin. Allah Teala əziyyətdə olan, darda olan, ac olan müsəlmanlara kömək olsun. Allah Teala alimləri qorusun, elm əhlini, elm tələbələrini qorusun. Onlara bərəkət versin. Onları dəvətdə müvəffəq eləsin. Onların dəvətlərinə bərəkət versin. Və bizi də müvəffəq eləsin ki, onların elmlərindən faydalanaq. Velhamdülillah və salatu və selamu alə Rasulillah və alə alihi və ashabihi ecma'in. Velhamdülillah.